Qazaxda 16 yaşlı gəncin ölümü ilə nəticələnən qətl hadisəsində yeni detallar üzə çıxıb. Məlumat üçün bildirək ki, Qazax rayon Dəmirçilər kənd sakini 16 yaşlı Taleh Bayramoğlu Abdullayev Qazax şəhərində Mütəfəkkirlər bağı ilə Yazıçılar evinin yaxınlığında bir neçə gənc tərəfindən bıçaqla qətlə yetirilib. Mərhumun atası Abdullayev Bayram bildirib ki, qətl şəhərdə qəsibkarlıqla məşğul olan dəstənin üzvləri tərəfindən soyğunçuluq məqsədi ilə törədilib. 3 nəfər tanımadığı qeyri-adi şəxslər tərəfindən buna hədə-qorxu gəlmişlər. Bundan pul tələb ediblər ki, bəs sən bizə pul verəcəksən. Ona görə oğlum Talehin üstündə pul olmadığına görə 3 manat pulu olubdur. Onlara nəyə görə pul verəcəm dediyini bildirdikdə ona hərbə zorba gəliblər. Onu səni döyərik, səni vurarıq ifadələri işlədiblər. Həmin yerdə oğlum Talih onlarla savaşıb. Deyilənlərə görə onlar bir qrup dəstə olublar. Nadir adlı şəxs, Akşin adlı şəxs, Ömər adlı şəxs, Ömər Akşinin əmsi oğlu Şahin adlı şəxs. Eşitdiyimə görə çox orada 6 nəfərdən artıq şəxslər tərəfindən mənim oğlum kuruka alınıb və Nadir adlı şəxs yaxınlıqda olan çayxanadan gedib bıçaq götürmüş və Akşinə tələb edib ki, Akşin sən bu uşağı vura bilərsən. Akşin isə deyir, nəyə görə vura bilmirəm, ver vurum. Bıçağı onun əlindən almış və Talehin ürək nahiyəsindən bir bıçaq vurmuşdur. Mənim oğlumu həmin yerdə də qətlə yetirmişlər. Mərhumun bibisi oğlu Allahverdiyev Emin isə istintaqın gedişindən narazı olduqlarını bildirib. O qeyd edib ki, qətli törədənlərin adı çəkilən şəxslər olmasını isbat edən kifayət qədər dəlil olduğu halda yalnız bir nəfər həbs olunmuş, qalanları naməlum səbəbdən azadlığa buraxılıblar. Dərs vaxtı məktəb, orta məktəb dərs qutarandan sonra müəllim yanına hamı kimi bu da Qazax şəhərinə hazırlığa gedirdi. Hadisə deyilənə görə 4-ə qalmış 20 dəqiqə radələrində baş verib və Mütəfəkkirlər parkında, Qazax şəhərində əhalinin sıx bir olan bir yerində bu hadisə baş verib və deyilənlərə görə bu qrup halında olan uşaqlar tərəfindən törədilib. Ancaq bizdə olan məlumata görə 3 nəfərin adı var. Ömər, Akşin, Nadir, vuran şəxs kimi Akşin tutulub. Ancaq Nadir, Ömər isə istintaqdan kənarda saxlanılır. Hansı səbəblərdən bu bizə məlum deyil. Yəni, istintaqın gedişi haqqında da heç bir məlumat verilmir. Bu bizi çox narahat edir. Allahverdiyev Emin bildirib ki, hətta hadisə yerində təhlükəsizlik kameraları olduğu halda onlara kameraların görüntüləri yaddaşda saxlamadığı bildirilib. Video çəkilişlər var. Qazax şəhərinin mərkəzidir. O park əhalinin sıx gəzişdiyi yerdir. Ola bilməz ki, orada istintaq orqanları tərəfindən, dövlət orqanları tərəfindən orada çəkilişlər, videolar izlənilməsin. Yəni, hər an təhlükəsizlik kameraları orada mütləq var. Yəni, bu kameralarda da görüntülər var və bu görüntülər yaddaşa yazılmır səbəblərindən istintaqdan valideynlərinə göstərilmir. Ki, bu yaddaşa kameralar işləyir, ancaq yaddaşa yazılmır. Şahidlər də var ki, hadisə ilə bağlı görənlər, yəni cəmaatın içərisində hadisə baş verib. Bəzi kamera var ki, orada qoca kişi də qışqırır ki, kömək eləyin o tək uşağa. Əhali yaxın durmur. Yəni, bu faktdır, bu görünüb bu hadisənin baş verdiyi an. Sadəcə olaraq istintaqa cəlb olunmurlarmı deyək. Bilinmir, o səbəblər bizdən də qaçırdılır, yəni valideynlərindən də qaçırdılır. Heç bir səbəb göstərilmədən ancaq bir nəfərin bu hadisəni boynuna götürdüyü deyilir, digərləri isə azadlıqda gəzirlər. Qeyd edək ki, sözü gedən qətl hadisəsi 23 sentyabr 2016-cı il tarixində baş verib. Hazırda hadisə ilə bağlı istintaq davam edir. Xumar Cavad qızı, Vüsal Qarayev, TOK TV.